İyunun 22-sində keçirilən doktorantura və dissertantura səviyyəsi üzrə xarici dil imtahanı zamanı texniki problemlər yaranıb. Bununla da iştirakçılar öz bilik və bacarıqlarını göstərə bilməyiblər. İmtahandan narazı qalanlar Dövlət İmtahan Mərkəzindən nəticələrin ləğv edilməsini tələb edirlər. Bununla bağlı sosial şəbəkələrdə, WhatsApp qruplarında müzakirələr aparılır. Bəzi namizədlər bununla bağlı rəsmi müraciət ediblər. RTV kanalı olaraq məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxladıq. Esse bölməsində təqdim olunan mövzular xüsusi ixtisaslaşma və texniki bilik tələb etməyən, gündəlik həyatla bağlı, müzakirəsi və işlənməsi rahat olan mövzulardır. Bu mövzular əsasən ümumi dünya görüşü, arqumentasiya bacarıqlarını yoxlamağa yönəlib və dil səviyyəsini obyektiv qiymətləndirməyə xidmət edir. Dinləmə mətnləri ilə bağlı deyə bilərik ki, bu özü sizdən müəyyən bir bacarıq tələb eləyir. Mətni eşidib anlamaq, dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. Bəzən iştirakçıların bu bacarığı lazımi səviyyədə olmur və onlar belə hesab edirlər ki, anlaşılmazlığın səbəbi səslə bağlıdır. Ancaq belə deyil. Çünki səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll olunur. Həmçinin itirilmiş zaman nəzərə alınır və iştirakçılara əlavə vaxt verilir.